SMM-lərin 90% ilə bir-iki fərqli fabriklər tərəfindən istehsal olunmuş eyni model robotlardır. Hətta praktiki olaraq öyrəndikləri reallıqda işlənmir. İşə düzəlirsən, amma çox təəssüf ki, 1-2 aydan sonra işdən çıxarılırsan. Bir il ərzində 4-5 dənə şirkət gəzirsən. CV-lər və belə geri dönüş olunmur. Azərbaycanda şirkətlərin və sahibkarların axtardığı və hələ də tapa bilmədiyi bir obraz var. Qonşunun uşağı kimi. Bu bir əfsanədir. Hamı eşidib, amma hələ ki heç kəs görməyib. Bugünkü mövzumuz Azərbaycan bazarında tələb olunan yaxşı SMM necə olmalıdır? Azərbaycanda təlim sektoru reallıqda çox maraqlıdır. Deyilənə görə Azərbaycanda çox güclü kurslar və təlimçilər var. Hətta SMM öyrənmək istəyən insanların sayı hədsiz çoxdur. Amma çox təəssüf ki, hələ də yaxşı SMM yoxdur. Təcrübəmə əsaslanaraq intervyularda illərdir eyni mənzərə var. Eyni suallar, eyni cavablar və eyni yanaşmalar. Soruşursan ki, X bir məhsulu necə target edərsən, sənə verilən eyni cavabdır. Soruşursan ki, növbəti ayın planını nəyə əsaslanıb yazırsan, cavab eynidir, A/B testi. Deyirsən ki, A/B test eləməyə vaxtın yoxdur, başqa nə edə bilərsən? Cavab sükut. Fikrimcə Azərbaycanda SMM-lərin 90% ilə bir-iki fərqli fabriklər tərəfindən istehsal olunmuş eyni model robotlardır. Çünki yanaşmaların, düşüncələrin, verilən cavabların hamısı və görülən işlərin hamısı aşağı-yuxarı eynidir. Buna səbəb təlimçilərin ya günlük $105 işləmək təcrübəsi yoxdur, ya da ki, ümumiyyətcə praktiki olaraq təcrübəsizdir və ona görə də çox yaxşı bir SMM yetişdirə bilmirlər. Bu da birbaşa olaraq kursda yetişdirilmiş SMM menecerinin öyrəndikləri, hətta praktiki olaraq öyrəndikləri reallıqda işlənmir. Mədəni dildə desək, sən SMM olaraq çox bacarıqlısan, özünü gözəl satmaq qabiliyyətin var. İntervyuya gedirsən və özünü satırsan, işə alırsan, işə düzəlirsən, amma çox təəssüf ki, kursda öyrəndiklərin real həyatdakılarla üst-üstə düşmədiyi üçün 1-2 aydan sonra işdən çıxarılırsan. Beləliklə sənə lazım olan praktikanı toplamaq üçün bir il ərzində 4-5 dənə şirkət gəzirsən. Bu sənin çox vaxtını alır, həm də bir çox SMM menecerlərində problemli əməkdaş imici yaradır. Çünki Azərbaycanda tez-tez iş yeri dəyişən əməkdaşlar problemli əməkdaşlar hesab olunur. Bir müddətdən sonra CV-lər və belə geri dönüş olunmur. Yəni səni heç iş görüşlərinə belə çağırmırlar. Bəs yaxşı SMM meneceri necə olmalıdır? Mənim fikrimcə, yaxşı SMM uzun və qısa müddətli rəqəmsal marketinq strategiyası yazmalı və bunu icra etməlidir. Mənim fikrimcə SMM düzgün səbət strategiyası yazmalıdır. Mənim fikrimcə SMM ənənəvi marketinq əsaslı kommunikasiya planı qurmalıdır. Mənim fikrimcə SMM reklam strategiyası yazmalıdır. Mənim fikrimcə SMM büdcə strategiyası yazmalıdır və icra etməlidir. Mənim fikrimcə SMM nəticələrin ölçülməsi üçün CRM yaratmalıdır. Mənim fikrimcə SMM həm Google Analytics-lə işləməli, həm də CRM alətləri ilə işləməyi bacarmalıdır. Gəl kursuma yazıl, sənə bazarda tələb olunan SMM-i öyrədim. Artıq intervyularda hamının verdiyi standart cavabları vermə. Onun yerinə marketinq bilikləri olan, SMM alətlərini çox mükəmməl bilən və bunu marketinq aləti kimi istifadə edən bir peşəkar, bir yaxşı SMM kimi cavab ver. Gəl sənə SMM bacarıqları öyrədim ki, bu sənin karyeranda daimi və sürətli inkişaf etməyinə kömək etsin. Əgər inanmırsansa Instagram səhifəmə keç. Orada sən kiçik büdcələrlə əldə olunmuş çoxlu reklam nəticələri görəcəksən. Yox, hələ də reklam nəticələrinin Photoshop olduğunu düşünürsənsə, mənə yaz, kofe içək, telefonu verim sənə, bütün statistikaları özün yoxla.